Azərbaycan Respublikası Sabirabad rayon 67 saylı seçki dairəsindən deputatlığa namizəd olmuş Salmanov Farman Rahmanoğlu tərəfindən bəyanat. Bəyan edirəm ki, mən noyabr-sentyabr 2024-cü il tarixdə seçki günü səhər saatlarından başlayaraq axşam saat 18:30-a qədər 49 məntəqənin 27-sində müşahidə aparmışam. Bütün məntəqələrdə seçici fəallığının çox aşağı olduğunun şahidi olmuşam. Səsvermə saat səhər 8:00-da başladığı halda mən səhər saat 10 radələrində müşahidə apardığım məntəqələrdə seçki qutularının yarıya qədər seçki bülletenləri ilə doldurulduğunun şahidi olmuşam. Məntəqə sədrlərindən soruşanda mənə bildirilib ki, güya 150-200 arası seçici səs verməyə gəlmişdir. Axşam saatlarında apardığım müşahidə zamanı isə seçki qutularının yarıdan çox seçki bülletenləri ilə doldurulduğunun şahidi olmuşam. Məntəqə seçki sədrlərindən soruşanda mənə bildirilib ki, güya 400-800 arası seçici səs vermədə iştirak etmişdir. Təbii ki, məndən sonra səhər saatlarında müşahidə apardığım məntəqələr də rəqəmləri artıraraq 400-800-ə çatdırırlar. Onu da bəyan edirəm ki, bu seçkilər tərəfindən açıq-aşkar boykot edildi. Səs vermədə çox az seçici iştirak etdi. 53.929 seçicinin maksimum 5-6% səs verməyə gəldilər. Mən məntəqələrdə müşahidə aparan vaxtlarda nə küçələrdə, nə də məntəqə daxilində səs verməyə gələn seçici görməmişəm. Dediklərim 4, 11, 12 və 23 nömrəli məntəqələrdə quraşdırılmış müşahidə kameralarında öz əksini tapmışdır. Bundan əlavə mən həm çəkilişlər, həm də səs yazılarını təqdim edə bilərəm. Axşam saat 19:20 radələrində mən 67 saylı seçki dairəsinə yaxınlaşdım və bu vaxt 2 məntəqə sədrinin dairədən çıxdığının şahidi oldum. Bildirdilər ki, artıq onlar protokolu və bülletenləri təhvil veriblər. 10 dəqiqə keçmədi ki, bütün məntəqə sədrləri dairəyə gəldilər və növbə ilə dairəyə daxil oldular. Bütün bunlar mənim gözümün qarşısında baş verdi. Bir saat ərzində bütün məntəqə sədrləri protokol və bülletenləri təhvil verib getdilər. Halbuki mümkün deyil ki, yarım saat ərzində 400, 500, 600, 700, 800 ədəd bülletenləri sayasan, 9 nəfər namizədin hər birinə neçə səs verildiyini biləsən və protokol tərtib edəsən. Deməli, belə məlum olur ki, məntəqələrin heç biri bülletenləri saymadan səs vermə qutaran kimi bülletenləri yığıblar mişoxlara və aparıb təhvil veriblər. Azərbaycan Respublikasında seçkilərin heç birində bu qədər saxtakarlıq olmamışdır. Saxtakarlığın həddi o qədər böyükdür ki, bu saxtakarlara baxışlamaq mümkün olmayacaq və bu biabırçılıq Azərbaycan dövlətinin tarixinə ləkə kimi yazacaqdır. Biabırçılığın həddinə baxın ki, səs verməyə gələn 5-6% seçicinin 90-95% mənə səs verdiyi halda Əhəlman Əməsyanova güya 14.426 nəfər səs verib. Mənə isə cəmi 478 səs. Əlbəttə ki, bu çox gülüncdür, gülməlidir və əsl cinayətdir, Allahsızlıqdır. Mən sentyabr ayının 3-ü və 4-ü 67 saylı seçki dairəsində olmuşam. Lakin dairə sədri ilə görüşə bilməmişəm. Dairənin giriş qapısı bağlı olub. Dairə sədrinə dəfələrlə zəng vurmuşam, lakin telefonu açmayıb. Mərkəzi Seçki Komissiyasının 115 nömrəli qaynaq xəttinə şikayət etmişəm, lakin heç bir nəticə olmayıb. Mənim məqsədim həm məntəqə üzrə və həm də dairə üzrə yekun protokolları əldə etmək olmuşdur. Nəhayət, sentyabr ayının 5-də dairə sədri Nuriyev Məscalı Əlpaşaoğlu ilə görüşdüm. Mənimlə kobud danışmağına baxmayaraq mən ondan ancaq dairənin yekun protokolunu əldə edə bilmişəm. Analogu olmayan və bənzəri olmayan total saxtakarlıqla bütün sarbat seçkiləri şahid oldular.
Bəyanatımın yuxarı hissəsində qeyd etdiyim məlumatları diqqətinizə çatdıqdan sonra dövlət başçısına, Mərkəzi Seçki Komissiyasından və aidiyyatı hüquq mühafizə orqanlarından tələb edirəm. 1. Total sahtəkarlıqla müşahidə olunmuş seçkinin nəticələri ən qısa müddətdə ləğv edilsin. 2. Sahtəkarlıq etməklə Azərbaycan Respublikasının seçki məcəlləsi haqqında qanunun açıq-aşkar pozmuş şəxslər və onlara rəhbərlik edənlər cinayət məsuliyyətinə cəlb olunmaqla barələrində ən ciddi qanuni tədbirlər görülsün. 3. Haqq və ədalətin bərpa etmək üçün təkrar seçki keçirilməsi təmin edilsin. 4. Əhliman Əmrəslənovun sahtəkarlıqla deputat seçilməsini sifariş və icra edən şəxslər cinayət məsuliyyətinə cəlb edilərək həbs edilsinlər. 5. Azərbaycan dövlətini saxta seçkilərlə ölkə və dünya ictimaiyyəti qarşısında rəzil və rüsvay etmiş vəzifəli şəxslər barəsində hər kəsə dərs olacaq ciddi tədbirlər görülsün. Son sözüm budur. Allah bu seçkidə sahtəkarlıq edib mənim haqqıma girənlərin bəlasını versin. Amin. Siz sahtəkarların Azərbaycanda yaşamaq haqqınız yoxdur. 6 sentyabr 2024-cü il.